Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunmuş tamamlıq işlənib? 1. Ziyanın yarısından dönmək də xeyirdir. Xeyirdir xəbər. Nə? Ziyanın yarısından dönmək. Nəyə görə bir yerdə götürüldü? Məsdər tərkibi olduğuna görə. Burada tamamlığı yoxdur, variantımız uyğun deyil. 2. Onun əlindəki balaca saz atasının dostundan yadigar qalmışdı. Yadigar qalmışdı. Nə? Saz. Kimdən? Atasının dostundan. Tamamlıq var. Nə ilə ifadə olunub? Söz birləşməsi ilə. Deməli, variantımız uyğundur. 3. Babam həmişə dostunun məzəli söhbətlərindən danışardı. Danışardı xəbər. Kim? Babam. Nədən? Dostunun məzəli söhbətlərindən. Hamısı birlikdə. Nəyə görə? Çünki söz birləşməsidir. Tamamlıq var, söz birləşməsi ilə ifadə olunub. Doğrudur. 4. Bir sıra qəzetlərdə məqalələr çap olunmuşdur. Çap olunmuşdur. Nə məqalələri? Nədə qəzetlərdə? Qəzetlərdə tamamlıqdır, amma söz birləşməsi deyil, nitq hissəsində ifadə olunub. Cavab variantımıza uyğun deyil. 5. Onlar daim işıq saçan, deməli, daim işıq və səadət içində olan uşaqlara bənzəyirdilər. Bənzəyirdilər kim? Onlar. Kimə uşaqlara? Hansı uşaqlara? Daim işıq və səadət içində olan. Tamamlıq varmı? Var. Uşaqlara söz birləşməsində xeyr. Bu da cavab variantımıza uyğun deyil. Söz birləşməsi ifadə olunan tamamlıq istəyir bizdən. Düzgün cavab olacaq 2 və 3 variant olaraq D bəndi.